Son vaxtlar saytlar Misir Mərdanovun qapısında növbəyə durublar. Mən o günlərdə baxdım. Ülvirə Qarayeva ilə müsahibəsinə baxmışdım. O günlərdə Müsavatda bir müsahibəsini izlədim. Bilmirəm, bu nəyə cəhd eləməkdir? Düzdür, reallıq budur ki, Misir Mərdanovun dövrü ilə müqayisədə təsiri yoxdur. Amma Misir Mərdanovu da imam və peyğəmbər kimi təqdim eləməyək də, Bakıdakı şadlıq saraylarının bir 10% bəlkə Misir Mərdanovun. Bakıda da bilirsiniz də nə qədər şadlıq sarayı var. Bir dənə maraq üçün axtarın, bir məclis keçirmək istəyirsiniz, soruşun bura kimindir, deyəcəklər sizə. Yəni Bakıda bilirsiniz Misir Mərdanovun nə qədər şadlıq evli, restoranı, obyekti var və s. Yəni onu da imam kimi təqdim edir. Sadəcə Misir Mərdanovun Emin Əmrullayevdən fərqi bilirsiniz nə idi? Misir Mərdanov pillə-pillə gəlmişdi. Yəni universitetdə təhsil alıb, sonra dekan müavini olub, sonra prorektor olub, sonra rektor olub, il yarım və sonra artıq necə, məsələn, Tağı Əhmədov necə gəlmişdi metropolitenin rəisi olaraq vəzifəyə? Tağı Əhmədovun da rüşvətxor idi, metroda obyektlər pulla idi. Kiminci? Mənim cibimə getmirdik. Sonra da deyirlər, filan kəs müəllim çörək verəndə. Qardaş, milyard alır, sənə də 5 manat xərcləyir də, olur sənin qəhrəmanın. Məsələ o. Amma Misir Mərdanovun, bilmirəm, təzədən dirildilməsi prosesi gedir, nədirsə. Amma bütün hallarda hesab edirəm ki, Azərbaycan təhsilində korrupsiyanın, rüşvətin kökün qoymuş adam Misir Mərdanovdur. Ondan əvvəl 2 nazir olub. Lidiya Rəsulova, bilməyənlər üçün deyirəm, və Firudin Cəlilov. Və məşhur bir anekdot kimi bir əhvalat var. Bir dəfə bu olmuş hadisədir. Deməli, bir oğru gəlir, girir Firudin Cəlilovun evinə, qızıl pul aparacaq, heç nə tapmır. Götürür, söyüşlə belə bir məktub yazır ki, yəni nazirsən filan, sənin də belə ol, nə bilim, filan kəs də belə olsun. Yəni evindən heç nə tapmadım da, yəni. Firudin Cəlilov, Firudin ağası oğlu. Yəni, Azərbaycana test sistemini gətirmiş adamlar. Vurğun Əyyub, Allah rəhmət eləsin. Amma Misir Mərdanov Azərbaycan təhsilinin rüşvətin əsasını qoymuş adamdır. Emin Əmrullayev isə təhsilə heç bir aidiyyəti olmayan adamdır. Adam yaxşı tərcüməçi işləyə bilər, adam yaxşı, nə bilim, nəsə də belə bir bölgesel bir yerdə nəsə eləyə bilər. Amma Misir Mərdanovu bu günləri təzədən diriltmək, qapısında növbəyə dur. Sizin vaxtınızda belə deyildi. Qardaş, sizin vaxtınızda nətər idi? Fond pulun əsası nə vaxt qoyulub? Süpürgə pulun əsası nə vaxt qoyulub? Yəni imam üçün ağlayanda Yezid üçün ağlayasan da. 90 neçənci illərdə qoyulub da bunun əsası. Misir Mərdanovun vaxtında qoyulub da bu şeylərin əsası. Kənddə 2 dənə dana satıb uşaqları Sabir adına texnikuma qızları düzəltməyin əsası mən qoymamışam ki. Misir Mərdanovun vaxtında qoyulub da. İndi heç nə. Sadəcə bilirsiniz nətərdir? İndi çıxır 2 kəlmə danışır və salam da. Yəni biz keçmişi çox tez yaddan çıxardırıq da. Çox tez yaddan çıxardırıq. Məsələn, bu günləri 2000-ci illərin əvvəlində çox üzr istəyirəm, tamamilə lüt fotosessiya elətdirmiş adamlar bu günləri insanlara nəsiyyət verir. Çox rahatlıqla nəsiyyət verirlər. Xalq artisti filan kəs, əməkdar artist filan kəs. Yəni, bax belə, bilirsiniz, bunun savadsızlıqdan irəli gəlir. Valla, bunun başqa yolu yoxdur.